Salam hörmətli izləyicilər, 1979-cu ildə SSR-nin Smolensk şəhərində kristal zavodundan böyük məbləğdə oğurluq baş verdiyi haqqında deməli SSR Nazirlər Sovetinin sədri Nikolay Kosygina məlumat verilir. Kosygin çox heyfsilənir. O bildirir ki, bu zavoddan oğurluq etmək SSR-nin cibinə girmək kimi bir şeydir. Çünki həmin zavodun gəlirindən SSR büdcəsinə küllü miqdarda pullar daxil olur. Beləliklə də keçək mətləbə, oğurluq hadisəsi belə baş verir ki, cəmi 8 illik orta təhsili olan İvan Kazakov adlı bir şəxs orada əvvəl usta köməkçisi kimi çalışmış, sonradan cilalayıcı kimi fəaliyyətə başlamış və almazın emalı zamanı deməli yerə tökülən həmin qırıntılar, brilyantın tozları, almazın tozları demək ki, həmin Kazakovun diqqətini cəlb eləyir. Həmin o yerə tökülən tozlardan deməli bir yerə yığaraq keyfiyyəti aşağı olan brilyant daşlar düzəldir. Daxildə olan ciddi nizam-intizam qaydaları olduğu üçün Kazakov onu ayağının baş barmağının dırnağının altında gizlədərək keçirdə bilir və beləliklə də özünə müştəri tapır. Lakin onun keyfiyyəti aşağı olduğu üçün istədiyi qiymətə sata bilmir. Sonra yenidən Kazakov başqa bir fikrə düşür. Çünki yerə tökülən həmin o emal prosesindən sonra tökülən tozları bir yerə yığaraq yenidən brilyant daşlar düzəldir. Təbii ki, keyfiyyəti aşağı olur və beləliklə də həmin zavodda çalışan vəzifəli şəxslərlə əlaqəyə girir. Deməli, əsasən də Barisnikov soyadlı bir şəxslə deməli, həmin keyfiyyəti aşağı olan brilyant daşları deməli, keyfiyyəti yuxarı olan daşlarla əvəz eləyir. Burada elə belə sənədlərdə problem olmur. Çünki mədaxil və məxaric bir-birini ödəyir, yəni balans pozulmur və beləliklə də o həmin deməli, zavodda dərman həbləri də düzəldirdi və həmin keyfiyyəti yüksək dərəcədə olan brilyantları həmin həblərin içərisində çıxardaraq deməli geniş bir şəbəkə qurur. Beləliklə zavodda 40 nəfərə yaxın adam deməli Kadakova işləyir və hər ay onların hamısına o tozları yığıb ona verdiyinə görə 50 rubl pul verir. Beləliklə də Kadakov bu işə qardaşını da qoşur, o cümlədən daxili işlər orqanlarında çalışan atası da bu işə cəlb olunur və 1980-cı ildə SSR-də bildiyiniz kimi Olimpiya oyunları keçirilməsi ilə əlaqədar olaraq təhlükəsizlik tədbirləri öncədən həyata keçirilirdi və beləliklə də bu şəbəkə Belarusiyada yaxalanır, bir nəfər istintaqa cəlb olunur və beləliklə də bu istintaq aparılması nəticəsində deməli həbs olunur. Kadakov qardaşları, atası və kristal zavodunda çalışan Barisnikov soyadlı bir şəxs həbs olunur və Smolensk məhkəməsinin qərarı ilə onlar ölüm hökmünə cəlb olunurlar. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.